Salam, hər vaxtınız xeyir olsun. Mən Məsumova Aygül, ingilis dili müəllimiyəm. Bu kanalın əsas məqsədi sizə ingilis dilində qaydaları asan və çətinlik çəkmədən sadə yollarla izah etməkdir. Bugünkü mövzumuz tələbələrin əksəriyyətinin çətinlik çəkdiyi mövzulardan biri olan present perfect, indiki bitmiş zamandır. Hansı ki, çox şikayətlər eşidirəm ki, bu zaman forması çox çətindir, başa düşmürük, testləri yaza bilmirik. Elə buna son qoymaq üçün buradayam. Bu günlərim asan və sadə dildə bu qaydanı öyrənəcəyik. Vaxt itirmədən başlayaq. Present perfect, indiki bitmiş zaman forması. İndiki bitmiş zaman forması nəyi bildirir, necə istifadə olunur? Elə buradan başlayaq. İndiki bitmiş zaman forması keçmişdə baş verib, ancaq nəticəsi indi göz qabağında olan hərəkətləri bildirmək üçün istifadə olunur. İndi isə keçək bu zaman formasının yaranmasına. Bu zaman formasını düzəltmək üçün biz have, has, üstə gələk verb 3-dən istifadə edirik. Bu nə deməkdir? Verb 3 feilin 3-cü forması adlanır. Məsələn, biz qaydasız feilləri keçəndə öyrənmişik ki, go, went, gone. Tələbələr də soruşur, buradakı qan nə üçün bizə lazımdır? Harda istifadə edəcəyik? Axı biz nə üçün onları əzbərləyirik? Elə burada istifadə edəcəyik. Verb 3, yəni feilin 3-cü forması 3-cü formada istifadə etdiyimizdir. Və indiki bitmiş zamanı düzəltmək üçün onlardan istifadə edirik. Nümunələrə baxaq. I have written, mən yazmışam. You have written, sən yazmısan. She, he has written, o yazıb. We have written, you have written, they have written. Bu nümunədən də görürük ki, yalnız 3-cü şəxsin təkində has, qalan bütün şəxslərdə isə biz have-dən istifadə edirik. Sual və inkar forması necə düzəlir? Sualda have, has keçir mübtədanın əvvəlinə. İnkarda isə have-dən, has-dən sonra sadəcə not inkar hissəciyi yazırıq. Qısaldılmış formada hasn't not, haven't not demək olar. Ya da uzun formada desək have not, has not. Nümunələrlə qaydanı daha yaxşı mənimsəyək. Çünki sadəcə öyrənməklə kifayətlənmirik. Öyrəndiyimiz qaydaları cümlələrin üzərində tətbiq edirik ki, daha yaxşı yadımızda qalsın. Nümunəmiz: She has cleaned the room. O otağı təmizləmişdi. İlk öncə bunu deyim ki, biz bayaq dedik ki, qaydasız feillərdə feilin 3-cü forması go, went, gone olurdu. Bəs qaydalı feillərdə necə olur? Qaydalı feillərdə isə sadəcə sonuna id şəkilçisi artırmaqla düzəlir. 3-cü forması da idlidir, 2-ci forması da idlidir. Qaydalılarda belədir, dəyişmir. Qaydasızlarda kökündən dəyişir. O otağı təmizləmişdir deyirəm. Mən Leyla gilə qonaq gedirəm. Burada she-nin əvəzinə Leyla deyək. Leyla has cleaned the room. Leyla otağı təmizləmişdi. Mən onlara gedirəm və görürəm ki, otaq tərtəmizdir. Çox gözəldir. Deyirəm ki, hə, Leyla otağı təmizləmişdi. She has cleaned the room. O otağı təmizləmişdi. Bayaq nə dedik dərsin əvvəlində başlayanda? Bu zaman nəyi bildirirdi? Keçmişdə baş verib, amma nəticəsi göz qabağında olan hərəkətləri bildirirdi. Hal-hazırda indi mən görürəm. Mən Leyla gilə getdim, gördüm ki, nə gözəl, otaq tərtəmizdir. Hər yer çox gözəldir. Leyla indi təmizləmədi ki, əvvəldən başlamışdı. Mən gəlməzdən əvvəl başlamışdı. Nə nəticəyə gəlirik? Keçmişdə baş verib, nəticəsi indi göz qabağında olan hərəkətləri bildirir. Mən gəlirəm otağı təmiz görürəm, amma həmin anda o bu işi görməyib, əvvəlcədən başlayıb və nəticəsini mən görürəm ki, otaq təmizdir. Digər nümunələrə baxaq. Mən sizə ev tapşırığı vermişəm. Sabah dərsdə soruşuram ki, uşaqlar, tapşırıqları yazmısınız? Məhəmməd əlini qaldırır, deyir: Məhəmməd evdə yazıb da, düzdürmü? İndi yazmayıb ki, hal-hazırda yazmadı ki tapşırığı, evdə yazıb və nəticəsində mən ona sual verəndə ki, sən tapşırığını yazmısanmı? Deyir, bəli, mən tapşırığımı yazmışam. Nəticə hal-hazırda göz qabağındadır. İndi mənə məlumdur ki, bəli, yazıb, mən tapşırığı görürəm. Amma indi yazmadı ki, əvvəldən başlayıb tapşırığı yazmağa. Dünən yazıb, ya əvvəlki gün yazıb, o mənə məlum deyil. Mənə məlum olan hal-hazırda nəticədir. Mən görürəm ki,
Məhəmməd tapşırığını yazıb, dərsə də hazırlıqlı gəlir. Nəticəsi göz qabağındadır. Buradan da bir daha biz sübut eləmiş olduq ki, indiki bitmiş zaman nəyi bildirir? Keçmişdə baş verib, amma nəticəsi indi göz qabağında olan hadisələri bildirir. It's my bag and I don't know where I left it. Mən çantamı itirmişəm, indi bilmirəm o hardadır. Onun harda olduğunu bilmirəm. Nəticə nədir? Dünən mənim çantam var idi, əlimdə idi, itirdim onu. Hal-hazırda gəlib polisə şikayət eləyirəm ki, mən çantamı itirmişəm, amma bilmirəm harda olduğunu. Nəticə nədir? Mənim çantam hal-hazırda məndə yoxdur, itib. Amma hadisə nə vaxtdan başlayıb? Dünəndən ya da əvvəlki gündən başlayıb ki, mən bugün gəlib şikayət eləyirəm. Nəticəsi, hadisənin nəticəsindən bizə məlumdur ki, çantam hal-hazırda yoxdur, onu itirmişəm və şikayət eləyirəm. Deməli, hadisədən də görürük ki, keçmişdə baş verib, amma nəticəsi göz qabağında olan hadisələri bildirir. Or və since zaman zərflərinin arasındakı fərqə, çünki bilirəm ki, əksər tələbələr bunları da qarışdırır ki, hansı cümlədə for işlədirik, hansı cümlədə since işlədirik və onların arasındakı fərq nədir? Deməli, for müddəti bildirir, müddət göstəricisidir. Ancaq since nə zamandan bəri baş verdiyini göstərir. Nümunələrlə fikrimizi daha yaxşı əsaslandıraq. Deyirəm ki, I have lived here for 5 years. Mən 5 ildir ki, orada yaşayıram. Burada nə işlətdik biz? For işlətdik. Nə demişdik əvvəldə? For müddət bildirir. Bir şeyin nə qədər müddətdə baş verdiyini bildirmiş. I have lived here since 1970. Mən 1970-ci ildən bəri burada yaşayıram. Burada since nəyi bildirdi? Başlama tarixini bildirdi. Yəni müəyyən bir period var. O zamandan bəri bugünə qədər olan vaxtı bildirdi ki, bu vaxtdan bu vaxta qədər burada yaşayıram. 1970-ci ildən bəri yaşayıram. They have known each other for 10 years. Onlar 10 ildir ki, bir-birlərini tanıyırlar. Müddət var. 10 il müddətinin olduğunu göstəririk. İkinci cümlədə they have known each other since school. Onlar bir-birini məktəbdən bəri tanıyırlar. Burada da bəri mənasında biz tərcümə edirik. Əvvəlki cümlədə nə qədər müddət olduğunu bildirir. Digər cümlədə isə başlama tarixini bildirir. Gördüyümüz kimi məktəbdən bəri, universitetdən bəri, neçənsə ildən bəri. Ancaq digərində dəqiq tarixi verir ki, mən 5 ildir ki onu tanıyıram. Mən 10 ildir ki burada yaşayıram. Bu şəkildə istifadə olunur. Hər bir zaman formasında olduğu kimi indiki bitmiş zamanında özünə məxsus zaman zərfləri var. Bunlar aşağıdakılardır. Ready artıq, və heç, ne və heç vaxt. Yet iki mənası var. Həm hələ mənası var, həm də artıq mənası var. Bəs necə fərqləndirəcəyik? Növbəti nümunələrlə izah edəcəm. Recently bu yaxınlarda. Biz yetin fərqinə necə istifadə olunmasına ki, hardan bilək ki, hansı cümlədə hələ mənasını verir, hansı cümlədə isə artıq mənasını verir. Əgər cümləm sual cümləsidirsə, deməli burada artıq mənasını verir. Ancaq inkar cümlədirsə hələ mənasını. Nəmsə baxaq. Kate hasn't finished her work yet. Yetin işlənmə yeri inkar cümlənin sonundadır və hələ mənasını verir. Kate hələ işini bitirməyib. Yetdə isə maraqlı bir məqam var ki, bunu necə istifadə edirik? Yetin mənasında inkarlıq var. Sual verəndə inkarlıqla veririk. Sanki bir iş olmalıymış, amma olmadığına görə biz sual veririk ki, artıq hələ bu baş verməyib, əslində baş verməli idi, amma hələ baş verməyib və biz də bundan narazıyıq, şikayətçiyik. Deyirik ki, hələ bu başlamayıb, hələ bu baş verməyib. Məsələn, bir nümunə deyək, siz ingilis dilindən bir kursa müraciət eləmisiniz. Kurs da hələ başlamaq bilmir. Deyir ki, kursumuzda təmir gedir, növbəti aya, həftəyə, günə başlayacaq. Siz də axı pulu ödəmisiniz, valideyniniz də bundan narazıdır. Gəlir soruşur ki, has your course started yet? Artıq kursun başlamayıb. Əslində başlamalıydı. Biz axı pulumuzu ödəmişik, niyə başlamır? Yəni narazıçılıq var burada. Bir şeyin olması lazımıymış, hələ baş verməyib. Ona görə də narazı şəkildə soruşuruq. Da mənası artıq deməkdir. Yetim mənasını da öyrəndik ki, artıq mənası da var imiş.
İndi bizə biraz qarışıq gələ bilər ki, bəs mən necə fərqləndirim ki, hansı cümlədə yet işlədəcəm, hansı cümlədə already işlədəcəm, onları necə fərqləndirim? Bunun üçün biz cümləni tərcümə eləyəcəyik. Əgər cümlənin tərcüməsində müsbətlik varsa, burada already işlədir. Already artıq deməkdir, amma müsbət mənada artıq deməkdir, yaxşı mənada. Yetdəki kimi deyil, nədənsə narazıçılığımız yoxdur, şikayətimiz yoxdur, bu mənada. Belə baxaq cümlələrimizdə necə işlənir. Eyni cümlədir. Birində already yazmışam, birində yet yazmışam ki, sizə daha aydın olsun ki, eyni cümlənin üzərində fərqləndirəndə necə olur. Məsələn, deyək ki, siz bir rəfiqənizlə paltar seçməyə getmisiniz. Həmin rəfiqəniz də mağazaya girəndə paltarlara baxmaqdan doymur. İstəyir ki, bütün paltarlara baxsın, gəzsin, sınasın, ən xoşuna gələni seçsin. Amma sizin də buna səbriniz yoxdur, vaxtınız çatmır. Onun tez seçməyini istəyirik axı, tez bitirməyini istəyirik axı. Bizim gözləntimiz var. Amma gəlib görürük ki, o hələ seçməyib. Onda deyirik ki, have you chosen the clothes yet? Artıq paltar seçməmisən. Yəni şikayət var da. Mən bayaqdan səni gözləyirəm, amma sən hələ seçib qurtarmamısan. Başqa bir məqamda isə bir dostumuz var. O da həmişə paltarları gec seçən biridir. Mağazaya girir, o da əvvəlki dostumuz kimi. Biz də deyirik ki, hə, yenə mənim vaxtım gedəcək, yenə gəlib onu gözləyəcəm. Mağazaya girdiyimiz an o deyir ki, mən artıq paltar seçmişəm. Biz də şoka düşürük ki, gözləmədiyimiz hadisə baş verdi axı. Yaxşı mənada. Biz gözləyirdik ki, bizi gözlədəcək, məyus olacağıq, şikayət eləyəcək, amma o artıq paltar seçib. Onda deyirik ki, have you already chosen the clothes? Sən artıq paltar seçmisən. Nə yaxşı. Burada bir müsbətlik var. Çünki biz sevinirik həmin hadisəyə. Təəccüblənirik, yaxşı mənada təəccüblənirik. Gözləmədiyimiz bir şeyin baş verməsi. Biz daha başqa şey gözləyirdik. Müsbət mənada başqa şey bildirir və biz bu zaman already-dən istifadə edirik. Deməli, yetlə already-nin arasındakı fərq nə oldu? Yetdə mənfilik var. Bir şey gözləyirik, amma gözlədiyimiz kimi olmur. Ona görə şikayət edirik ki, sən hələ paltar seçməmisən. Amma already-nin mənasında müsbətlik var. Yəni deyirik ki, sən artıq paltar seçmisən, sən artıq kursa qoşulmusan, nə yaxşı, sevinirik. Burada müsbət mənanı ifadə edir. Cümlədə işlənmə yerinə baxırıq. İndi isə zaman zərfləri deməli already, just, ever, never cümlənin ortasında gəlir. Yəni have, hasdən sonra işlənir. Yeti də onsuz da əvvəldə demişdik ki, inkar cümlənin sonunda işlənir. Zaman zərfinə sual. Dəqiq tarix məlum olmadığına görə, çünki hadisənin başlama tarixini bilmirdik axı, sadəcə nəticə indi göz qabağında olurdu. Ona görə biz have, has-ə, when-lə, what time-lə sual verə bilmərik. Bunlar olmaz. Yəni, when, what time üstə gələk have, has olmaz. Bunu işlədə bilmərik. Sual vermək üçünsə biz since when-dən istifadə edə bilərik, hansı ki since when-dən sonra have, has işlədə bilərik. Bugünlük qayda izahımız bu qədər. Ümid eləyirəm ki, hər biriniz üçün faydalı olar. Artıq indiki bitmiş zamandan əziyyət çəkmərsiniz. Növbəti videolarımızda görüşənədək özünüzə yaxşı baxın, sağ olun.